Salam dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda in-market audience haqqında danışacağıq ki, sponsor displeylərin axırıncı mövzusudur. In-market audience nədir və hansı məhsullar daha çox uyğun olar bu demək tip display kampaniyalarının içində formalaşdırıb kampaniya qurmağa. Gəlin birinci oxuyaq. Rich audience whose recent activity suggests that they are likely to buy products in certain category. Yəni ki, bəlli bir düşünün ki, praktik olaraq belə deyək, praktika tökək biləyik. Bəlli bir məhsul düşünün ki, bu məhsul kateqoriyası üçün müştərilər monoton məhsul deyil, həmişə yerində sayan eyni məhsul tipi deyil. Müştərilər daim bazardadılar ki, bunun yenisi çıxsın, yenisini alsınlar. Biraz texnoloji tərəfdən düşünək. Texnoloji məhsullar daha çox uyğundur. In-market audience, məsələn, iPhone 13, iPhone 14, okey, iPhone 14 adı keçdi, iPhone 15 çıxsa, keçir iPhone 15-ə, iPhone 16 çıxsa, keçir iPhone 16. Məntiq budur in-market audience ki, bəlli bir müştəri toplusu var, hansı ki artıq marketdədir və bizdən yenilik gözləyir ki, biz yeniliyin gətirək, hansısa bir məhsulun yeni versiyasını çıxardıq ortaya və bunlar onu alsın. Buna deyilir məntiq olaraq in-market audience. Bunun da ən yaxşı nümunələrindən biri budur. Bluetooth nauşniklər. Bluetooth nauşnikimiz əgər bizim satışda varsa, bizim istifadə edəcəyimiz mütləq display tipi in-market audience-dir ki, demək yeni tip qulaqçıq axtarışında olan müştərilərin qabağına birbaşa çıxaraq diqqət cəlb edə bilərik. Əlbəttə ki, məhsula girmək məsləhətdir, reytinqlərə və reviewlara baxanda bəllidir. Nümunə olaraq deyirəm. Ümumi məntiq belədir ki, daim texnoloji məhsullar in-market audience üzrə keçir. Məsələn, Samsung fon desək, əgər Samsung fon, biz o qədər də böyük bir şirkətlər deyilik ki, belə bir reklamlar verək. Ancaq milyon aylıq, milyon evro, milyon dollar reklama pul xərcləyən şirkətlərdirlər. Bunlar daim in-market audience-ə minlərlə dollar xərcləyirlər ki, daim yeni telefon çıxdıqca, yeni marka, yeni modellər çıxdıqca daha doğrusu, in-market audience-lə bütün keçmiş alıcıları hədəfləyirlər və yenidən onların qarşısına çıxardırlar öz məhsullarını. Bir sözlə, in-market audience belə məntiqi texnoloji cəhətdən təkrar müştəriləri hədəfləyir ki, hansı ki almağa hazır müştərilərdir. Necə yaradır? O barədə danışaq. Yaratdığımız zaman campaign meneceri gəlib create campaign edib sponsor display seçdikdən sonra biz displaydə aşağı düşüb və buradan kontekstual deyil, bir daha da üzərindən gedim, yeri gəlmişəm. Kontekstual nə oldu? Kontekstual bir və bir azinləri götürüb Cerebro vasitəsilə demək eksport elədiyimiz datadan hədəfləmək olur. Remarketing oldu, view və purchase, hansı ki bir daha deyirəm, purchase uzun vadəli 60-90 günlük hədəflər, view isə 7-14 günlük hədəflər üçün daha effektiv olur. Təcrübəmdə, yəni 3-4 illik təcrübəyə əsasən bunları sizə deyirəm, daha çox effektiv olur. Lifestyle audience dedik ki, o audience ki, lifestyle, onların həyat tərzində bu məhsulları istifadə etmək var, həyat tərzində. Məsələn, idman qidaları ola bilər, fitness üçün ləvazimatlar ola bilər. In-market audience isə budur ki, yaradılması da belədir. Browse edib biz kateqoriyamızı seçirik. Az öncə göstərdiyim kimi, məsələn, in-marketdə və in-market texnoloji tərəfdən daha effektiv olan bir software və apps deyək ki, bizim software ilə apps-dən bağlı bir seçim eləyək. Antivirus security. Bəli, bunlar da ola bilər ki, belə bir proqram təminatı formalaşdırıb satdığımız zaman bir sözlə müzik ola bilər, musiqi diskləri. In-market müştəri kütləsi hazırdır, sadəcə yenilik gözləyir bizdən. Onu seçib kateqoriyamızı, sonra isə launch campaign elədiyimiz zaman yaratmış oluruq kampaniyanı. Belə dostlar, sponsor display haqqında olan bütün kampaniya tiplərindən danışdıq. Sualınızı aşağıda kommentariya bölümünə yazıb fikrinizi yaza bilərsiniz. Bir və bir ödənişli konsultasiya üçün description yazacağım WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, qaranlıq qalan bir məqam yoxdur. Qalsa da ki, əlaqə saxlayıb danışa bilərik. Kommentariyaların hamısını oxuyacağım, fikrinizi yaza bilərsiniz. Hələlik özünüzə müğayət olun. Hər kəsə biznesində, karyerasında uğurlar.